Bizə də çox müraciətlər olur. KSR sonrası təbii doğum. KSR sonrası təbii doğuma qərar vermək üçün təbii ki, bu şansı var. Mütləq pasiyent düzgün sorğulanmalıdır və müayinədən keçirməlidir. Birinci KSR-lə hal-hazırdakı hamiləlik arasında müddət ən azı 1 il yarım və 2 il olmalıdır. Niyə bu qədər olmalıdır? Uşaqlıqda olan çapıq normal sağalsın. İkinci, mütləq sorğulanmalıdır. Qadında darçanaqlıq varmı? Anatomik bir darçanaqlıq varmı, yoxmu? Çapıq xəttinə baxılmalıdır və mütəmadi nəzarət altında olmalıdır. Təbii, burada dölün gəlişi normal olmalıdır, baş gəlişi olmalıdır, dölün çəkisi 4 kilodan fazla, həddən artıq olmamalıdır. Hamiləlik müddəti keçdikcə 37-38 həftələrdə çapığın millimi qalınlığı normal olmalıdır ki, hansı ki təbii doğuşa imkan versin və bu pasiyentlərdə doğuş qərarlaşdırırkən mütləq ola biləcək risklər anlatılmalıdır. Ola biləcək risklər uşaqlığın yırtılmasıdır. Həkimlər tərəfindən və pasiyentlər tərəfindən çox qorxulur. Uşaqlığım yırtılar. Yox, istatistikaya görə 100 KSR sonrası təbii doğum edən qadınlarda yırtılma 3%-dir. 3 maksimum 4%-dir. Yəni bundan çox deyil.